Bir sual verirsiniz, cavabı saniyələr içində gəlir. Mətin yazırsınız, süni intellekt onu dərhal redaktə eləyir. Artıq bir çox insan gündəlik işlərdə düşünməkdən çox hazır cavab almağa üstünlük verir. Son illərdə ChatGPT, Gemini kimi platformalar həyatımıza sürətlə daxil oldu. 2025-ci ilin iyununda MIT Media Lab tərəfindən aparılan araşdırma maraqlı nəticələri ilə diqqət çəkdi. Tədqiqatda 54 tələbə 3 qrupa bölündü. Biri ChatGPT-dən istifadə etdi, digəri axtarış sistemlərindən yararlandı. Üçüncü qrup isə tapşırıqları heç bir köməkçi vasitə olmadan yerinə yetirdi. 4 ay davam edən müşahidələr zamanı iştirakçıların beyin fəaliyyəti ölçüldü. Nəticələr göstərdi ki, yalnız öz düşüncəsinə güvənənlərdə beyin əlaqələri daha aktiv olub. Süni intellektdən istifadə edən qrupda isə bu göstəricilər təxminən 55% daha zəif qeydə alınıb. Ən birinci təsir dopamin sistemi ilə bağlıdır. Yəni, gələn layklar, bildirimlər, yeni kontentə baxışlar artıq nə edir? Artıq bu, insan beynində sürətli dopaminin ifraz olunmasına gətirib çıxarır. Dopamin isə birbaşa xoşbəxtlik hormonu kimi, mükafatlandırma hormonu kimi tanınır və bu, beyin artıq süni şəkildə yaradılan stimullara alışdığı üçün başlayır artıq tez-tez bunu tələb eləməyə. Əgər şəxs gecə vaxtı ələxsus, telefona və özünü mavi ekrana məruz qoyarsa, bu zaman onda yuxu problemləri yaranır. Mütəxəssislər bildirirlər ki, beyin də əzələ kimidir. İşləmədikcə zəifləyir. İnsan hər cavabı hazır şəkildə aldıqda analiz etmək, yadda saxlamaq və nəticə çıxarmaq prosesləri tədricən passivləşə bilər. Rahatlıq artdıqca düşünməyə sərf olunan vaxt da azalır. İnsanlar sosial şəbəkələrdə, yəni texnologiyanın içərisində gördüyü ideal həyatları öz həyatları ilə müqayisə eləməyə başlayırlar və bu halda artıq onlarda özünü müdafiə hissi zəifləyir, özgüvən aşağı düşür, özünü idarə etmə, özünü qiymətləndirmə duyğuları çox aşağı düşmüş olur və onların sosial həyatlarına, duyğu durumlarına, emosional vəziyyətlərinə ciddi şəkildə təsir göstərir. Texnologiya insanın işini asanlaşdırır, amma alimlər xatırladır ki, beyin üçün ən vacib məşq hələ də düşünməkdir. Çünki süni intellekt cavab verə bilər, amma yerimizə düşünə bilməz.